بسم الله الرحمن الرحيم إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له أشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي أما بعد Allah Teala Zəriyət surəsi 55-ci ayədə buyurur ki: "Və dəkkir fə innə zikra tənfə'l müminin." Xatırlat, həqiqətən xatırlatmaq möminə fayda verir. Bugün çox mühüm məsələ götürəcəyik. Evladın tərbiyəsi, evladın salih olması məsələsi barəsində. Baxsaq Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki: "İzə mətə ibnu Ədəm inqata'a amaluhu illə min thalathə." Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, Adəm evladı dünyasını dəyişdiyi zaman, vəfat etdiyi zaman əməl dəftəri bağlanır ancaq üç şeydən başqa. Əməl dəftəri bağlanır ancaq üç şeydən başqa. Bunlardan biri sadaqatul cariyə, yəni davamlı axan sədəqədir. Davamlı axan sədəqə nə deməkdir? İnsanlar daim ondan xeyri istifadə edirlər. Məsələn, bulağın çəkilməsidir, bir kəndə suyun, yolun çəkilməsidir, məscidin tikilməsidir, mədrəsənin tikilməsidir və bunun kimi nə qədər xeyirlər var. Yəni, ondan nə qədər xeyri istifadə olunarsa insanlar, yəni onu kim tikmişdirsə, şübhə yoxdur ki, burada ixlas mütləqdir, Rəbbin razılığı mütləqdir. Necə cömert desinlər deyə etmişdirsə, bunun faydası yox. İxlas mütləqdir. Yəni, bunu bu şəkildə etmişdirsə, onun üçün qəbirdə ikən ona axar sədəqə vardır. Birincisi budur, sədaqatul cariyə, axan sədəqə. İkincisi odur ki, başqasına öyrətən faydalı elm. Başqasına Quran oxumağı öyrətmişsə, başqasına namaz qılmağı öyrətmişsə və orucu pozan şeylərdir, dəst namazı pozan şeylərdir, bunun kimi faydalı şeylər öyrətmişdirsə, şəri elmdən gedir və o insan dünyasını dəyişdikdən sonra hətta o kimə öyrətmişdirsə, o da başqasına öyrətərsə, hamısı qayıtır, onların əməlinin savabından azalmadan qayıtır onu öyrətən. Və üçüncüsü də gəlir ki, bugünkü mövzumuz budur, valideyn üçün dua edən salih bir evladın duası. Salih bir evladın duası. Əsas məsələ budur ki, biz nə etməliyik ki, evladımız salih evlad olsun? Baxırsınız ki, evlad elə bir nemətdir ki, Allah Teala evladın böyük bir nemət olması da yanaşı, bizə böyük bir məsuliyyətin olduğunu bildirmişdir. Çünki Peyğəmbər sallallahu buyurur ki, kullukum məs'ul. Hər birinizdir məsulsuz. Öz əli altında olanlardan sorulacaqdır. Yəni, valideyn mütləq evladından sorulacaq. Böyük nemət olması da yanaşı, həmçinin böyük məsuliyyət. Böyük nemət olması hardan bilərik? Buna yalnız evladı olmayan insanlar bu nemətin qədrini bilir. Baxırsan ki, bütün dünyanı gəzir və həmçinin nə qədər xərc, müalicələr, ancaq evlad yox. Onlar əsl evlad nemətin qədrini bilirlər. Amma bəzi insanlar elə bilir ki, belə də olmalı. Xeyr, evlad böyük nemətdir. Böyük nemət olmaqla yanaşı da böyük məsuliyyət. Allahdan istəyir ki, Allah Teala bizə bu məsuliyyəti başa düşməyi nəsib etsin, müvəffəq etsin. Əmin. Deməli, ilk öncə evladın salih olması üçün olan səbəblərdən birincisi insanın salih bir zövcə seçməsidir. Salih bir zövcə. Peyğəmbər sallallahu hədislərində buyurur ki, insan evləndiyi zaman üç şeyə görə evlənir. Gözəlliyinə, nəsil nəcabətinə, bir də dininə görə. Və həmçində bizə Peyğəmbər s.ə.v din əhlini seçməyi tövsiyə etmişdir. Din əhli seçməyi. Çünki din əhli seçdiyimiz zaman evladımızın da salih olmasına səbəb olur. Hətta evladın üzərində, valideyn üzərində evladın haqqı var ki, onun üçün salih bir ana seçsin. Və həmçinin ananın üzərində evladın haqqı var ki, onun üçün salih bir ata seçsin. Çox mühüm məsələ. Yəni, bugünkü gün baxırsınız ki, insan evləndiyi zaman baxır, diplomu varmı? İşi varmı? Evi varmı? Osu varmı? Busu varmı?
dindən başqa bütün şeye baxırlar, bir dənə din kənarda qalır. Ən axırda bütün şeylər uyğun gələrsə, o zaman evlənir. Amma ilk dinini soruşan yoxdur. Namazı varmı? Hicabı varmı? Quran oxuya bilirmi? Səhər axşam zikirlər varmı? Allahın kitabından əzbəri bildiyi varmı? Elmi varmı? Şəri elmi. Bunlar ən axırıncı bugünkü gündə baxırıq ki, təəssüflər olsun ki, hətta qardaşların arasında belə. Evləndikləri zaman baxırsınız ki, ancaq zahiri görünüşə fikir verirlər. Və fikir versin, müəyyən vaxtdan sonra da Allah korusun talaqın, boşanmağın ortaya hasıl olduğunu görür. Ona görə nə gözəl nəsihət verəndir Peyğəmbər sallallahu aleyhi və səlləm. Allah-u Teala buyurur ki, sizin üçün Peyğəmbərdə bir nümunə vardır. Bir nümunə var. Yəni Peyğəmbər s.ə.v özünüzə nümunə götürün. Ən böyük nümunə də Peyğəmbər s.ə.v bizə olan nəsihətidir, tövsiyəsidir. Ona görə ilk öncə evladın salih olması üçün ən birinci gələn şərtlərdən birincisi insanın evləndiyi zaman salih bir qadın seçməsidir. Salih bir qadın seçməsidir. Sonra gəlir ikincisi insanın salih evlad, salih zövcə seçir. Və sonra həmən ki, zövcənin halal qida ilə qidalanması. Ki, dünyaya gələcək olası zürriyyət halal qida ilə qidalanmış olsun. Hətta ana bətnindən belə. Və dünyaya gəldikdən sonra da həmçinin uşaqlığını halal qida ilə keçirsin. Çünki əgər evladın qidalandığı qida haram olarsa, eğer bir valideyn öz evladı üçün haram yedizdirərsə, Allah qorusun, haram yedizdirərsə o evladına heç bir fayda götürəbilməz. Nə evladın özü üçün faydası olar, nə də ki, həmən ki, evladın valideyn üçün faydası olar. Və həmçində onun evladının da duasının qabul olmamasına səbəb olar. Çünki hədisdə gəlir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem səfərdə olan bir kişinin misal çəkir. Saçı saqqalı bir-birinə qarışmış, qum içində və əllərini açır. Ya Rab, ya Rab, dua edir. Fikir hamısı səfərin duanın qabul olma səbəblərindən insanın üst başının çirkli olması, saç saqqalının dağınıq olması və həmçinin əllərini açması, ya Rab, ya Rab deməsi, hamısı bunlar duanın qabul olma səbəblərindəndir. Peyğəmbər s.ə.v buyurur ki, onun duası necə qabul olsun? Onun yediyi haram, içdiyi haram, geydiyi haram. Fikir verin, həmçinin haram qida nədir? İnsanın duasının qabul olmasına maniçlik törədir. Ona görə şərtlərdən ikincisi odur ki, insan salih zövcə seçdikdən sonra evladının halal ruzi ilə qidalanmasına diqqət etməlidir. Hətta diqqət eləməlidir ki, evladı uşaq vaxtında belə olsa, yəni harama əl uzatmasın. Qonşudan gedib icazəsi olmadan onun malını götürməsin. Çünki uşaq vaxtında düzdür, onun üçün günah yazılmır. Ancaq əsl o insanın, o uşağın salih olması üçün və gələcəkdə onun əməli salihlərdən olması üçün olan səbəblərdən biri də çalışıb onun qarnına haram loxmanın girməməsinə diqqət eləməkdir. Və sonra gəlir səbəblərdən üçüncüsü deməli salih zövcə və sonra uşağı halal qida ilə qidalandırdıq. Üçüncüsü, uşaq müəyyən vaxt keçdikdən sonra kiminləsə oynamalıdır. Özünə bir yoldaş seçməlidir. Çünki bütün uşaqlar bir-birindən fikir versə, birbiri ilə kapışırlar, birbiri ilə oynayırlar. Və elə yoldaşlar var ki, uşağı fəsada aparır. Elə uşaqlar var ki, uşağı Allahın dinindən. Namaza gedən uşaq isə namazdan uzaqlaşdırır. Məscidə gedən uşaq isə məsciddən uzaqlaşdırır. Ki, haramdan uzaq olan bir uşaq idisə, ki, harama meyl elətdirir. Ona görə valideynin üzərinə düşən əsas səbəblərdən, əsas məsələlərdən biri də öz evladı üçün salih, əməli salih, salamat bir uşaq. Onun üçün yoldaşlıq eləsə biri dost tapmaqdır. Əgər fikir verməsə, uşağı başlayıb, çünki uşaq bilmir. Nəyin düz olduğunu, nəyin səhv olduğunu uşaq dərk edə bacarmır. Ona görə valideyn üzərinə düşür ki, onun üçün yaxşı bir dost seçsin. Ola bilsin ki, onun valideynlərindən görsün. Ola bilsin ki, uşağın ağzında pis sözlərin olduğunu görsün və o həmən ki, yoldaşlıq etdiyi dostundan onu uzaqlaşdırsın. Çünki dost mühümdür. Dost mühüm. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, "El-mer'u fi dini halili." Kişi dostunun dinindədir. Həmçinin atalar sözü də var. Babalarımızdan gəlir ki, dostunun kim
olduğunu deyil, sənin kim olduğunu deyil. Fikir versəz, bugünkü gündə belədir. Əgər kiminsə e, hansı hansı sahənin adamı və yaxud da ki, e, bizdə deyirləri, hansı yuvanın quşu olduğunu bilmək istəyirsinizsə, baxırsınız ki, kəntə, rayona gəldiyi zaman ancaq öz taylarını soruşur. Görürsəz, əgər içki içəndirsə, içki içənləri soruşur. Əgər narkomandırsa, narkomanları soruşur. Baxırsınız ki, oğruçudursa, ancaq o kənddəki oğruları maraqlanır. Və insan onunla baxırsınız, kimlə dostluq edirsə, onun həmənki insanın, demək ki, onun əxlaqından da mütləq təsirlənir. Və məsələlərdən dördüncüsü odur ki, evlad üçün islah edici bir ortamın yaradılması. O da mühüm məsələdir. Evlad üçün islah edici bir ortamın yaradılması. Deməli, salih zövcət seçdik, uşağı halal qida ilə qidalandırdıq, onun üçün yaxşı bir dost da seçdik və sonra gəldi, uşağı başlı başına buraxmırıq. Onu məsələn, elə bir ortamda yetişdirməyə çalışırıq ki, orada Allahın dini görünsün. Məsələn, yəni elə bir ortam ki, orada Allahın hədləri pozulmur. Məsələn, bəzi valideynlər var ki, yəni bəziləri məcburiyyətdən və bəziləri də öz rahatlığından evladlarını elə bir ortamda yetişdirirlər ki, ora daim muzikadır. Baxırsınız ki, elə bir ortamda da evladlarını elə bir ortamda məskunlaşdırırlar ki, orada baxırsınız ki, ancaq açıq-saçıq geyinənlərdir. Elə bir ortamdır ki, orada ancaq spirtli içkilərdən istifadə olunur. Yəni, Allahın dinini xatırlatası bir ortam yoxdur evlad üçün, uşaq üçün. Ona görə bu da mühümdür evladın tərbiyəsi üçün. Evlad tərbiyəsi üçün bu mühümdür. Və həmçinin beşincisi, səbəblərdən beşincisi, valideynin evladı üçün dua etməsi. Mesela bu nəinki bizdən qabaqki ümmətlərin, peyğəmbərlərin belə duası. Baxın, İbrahim Aleyhisselam nə deyir? Allahümme cealni muqimməs salati və min zurriyyəti. Allahım, məni və zürriyyətimi namaz qılanlardan elə. Namaz qılanlardan elə. Fikirləsəz, bu da çox mühümdür. Valideynin duası, evlad üçün etdiyi dua qəbul olunan dualardandır. Ona görə valideyn çalışmalıdır ki, evladı üçün bəddua eləməsin. Çünki Allah qorusun, qəbul olar və həmçinin də onun üçün müsibət olar. Həm evladın zay olması və həmçinin də valideynin heç bir faydası olması üçün səbəb olar. Gərək ata, ana evladı üçün dua etsin. Daim dua etsin. Və xüsusən də duanın qəbul olma vaxtlarına diqqət yetirsin. Duanın qəbul olma vaxtları hansıdır? İlk öncə insanın namazda ikən səcdə halı. Səcdə halı duanın qəbul olma yerlərindəndir. Və ikincisi, namazda axırıncı təşəhhüddən sonra salama qədər olan bir yer. Ora duanın qəbul olma şərtləridir. Və həmçinin insanın yorulduğu, işte həyatda, çöldə işləyib, taqətdən düşdüyü, üstü başı tozun, tərin, iyin içində olduğu zaman, saç saqqalı, başı dağınıq olduğu bir zaman etdiyi dua, rəzil halında etdiyi dua, həmçində duanın qəbul olma səbəblərindən. Və həmçinin əllərin qalxması, Allahın ad və sifətlərinin sayılması, ya Rab deyərək insanın dua etməsi, həmçində duanın qəbul olma səbəblərindən. Və həmçinin gecənin son 3də birində qalxması və həmçinin insanın yağışın yağdığı bir müddətdə əzanla iqamə arasında insanın dua etməsi. Deməli, şeyxlərdən Şeyx Racihidən soruşurlar ki, şeyxin 10 dənə evladı olur və onu da salih olur. Və şeyxə sual verirlər ki, şeyx, nə oldu da boyda 10 evladdan necə yəni bir dənəsi xələf çıxmadı da? Hamısı, əlhəmdülillah, yəni sünnə üzərində, iman üzərində, ibadət üzərində. Şeyx fikir verdiyi cavaba baxın. Deyir ki, mənim elə bir səcdəm yoxdur ki, orada da evladların ıslah üçün dua etmir. Elə bir səcdəm yoxdur ki, və adam bütün ömründə, hər namazın səcdəsində, fərzində, sünnəsində evladların ıslah üçün dua edir. Bizlərdən edən var mı? Çünki bu dua mütləqdir. Evladın ıslah olması üçün dua mütləq. Və həmçinin səbəblərdən altıncısı, valideyn özü nümunə olmalıdır. Ki versəz, bir ata öz evladını ıslah edir,
evladına nəsihət edir və deyir ki, oğul siqaret çəkmə. Amma özü siqaret çəkir. Siqaret çəkə-çəkə deyir ki, o siqaret çəkmə yaxşı deyil. Yəni o uşağa təsir edərmi? Heç vaxt təsir etməz. Və oğluna deyir ki, oğul sən Quran oxu. Quran oxumaq insan imanı təzəliyir. Quran oxuyanda insan Rəbbi ilə danışır, amma özü Quranı açıb baxmır. Evlana deyir ki, evladım sən namaza get, amma özü namazları evdə qılır. Və deyir ki, namazın sünnətlərini qıl, özü namazın sünnətlərini qılmır. İlk öncə valideyn özü evladı üçün nümunə olmalı. Ona görə ərəblərdə bir məsəl var, deyir ki, əl-vələdu sirrul valid. Sirrul valid. Deyir ki, evlad valideynin sirridir. Evlad valideynin gizlisidir. Baxırsan ki, uşaqda nəsə var da, ağzında pis sözlər var və yaxud da ki, müəyyən şeylər var. Baxırsan ki, həqiqətən biraz dərinə gedəndə valideyndə olan şeylərdir. Valideyndə olan şeylər biruzə verir. Ona görə valideyn mütləqdir ki, öz evladı üçün nümunə olsun. Və səbəblərdən 7-incisi odur ki, evladın salih olması üçün valideyn evladın salih olması üçün səy göstərməsi. Nə deməkdir səy göstərməsi? Yəni, evladına əgər özü Quran oxuya bilmirsə, Quran öyrətən bir müəllim tapmalı və evladını o həmənki halqaya yazdırmalıdır. Bilirsiniz? Və həmçinin Allahın dinini öyrətəcək nə qədər vasitələr varsa, səbəblər varsa, onlardan tutmalıdır. Əgər haradasa Allahın dinini öyrətirlərsə, bacardığı qədər malından onun üçün ayırmalıdır ki, Allahın dinini öyrənsin. Yəni, sabah salih olsun. Yəni, özü dünyasını dəyişdikdən sonra onun üçün dua edəcək bir xəzinə bıraxsın. Fayda verəcək kəsilməyən bir xəzinə bıraxsın. Əgər evladı elm öyrənərsə, başqasına elm öyrədərsə və onun öyrətdiyi elmdən başqaları faydalanarsa, oradan ataya da pay var. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, mən dəllə alə xeyrin kəfəilihi. Kim bir xeyrə vəsilə olarsa, onu etənin savabı qədər savab yazılır. Onu etmiş kimi savab yazılır. Bu çox mühüm məsələlərdən. Və 8-incisi, evladın salih olması üçün olan səbəblərdən 8-incisi, evladlarını gözəl şəkildə dəvət etməsi. Evladlarını gözəl şəkildə dəvət etməsi. Deməli, Peyğəmbər sallallahu aleyhi və səlləm gənc səhabələrdən birini görür. Və ona əlini onun sinəsinə qoyur və onun üçün belə dua edir. Allahum məğfir zənbəhu. Allahım onun günahını bağışla. Və tahhir qalbəhu, qəlbini təmizlə və əhsin fərcəhu və onu zinadan qoru. Peyğəmbər sallallahu aleyhi və səlləm ümmətin cavanları üçün etdiyi duaya bax. Yəni, bu dua həmçində dua ilə birlikdə baxın Peyğəmbər sallallahu aleyhi və səlləmin cavan oğlanla olan müamiləsinə, onunla olan davranışına. Ona da Şeyx Abdurrazzaq Həfədəhullah gətirir ki, dedi ki, bugünkü cavanların islah olması üçün əsas üç şeyə ehtiyac var. Birincisi, qeybdə onlar üçün dua etmək. Əgər qardaşımızdır, evladımızdır, qohumumuzdur, bacıdır, anadır, biridir, xaladır, qonşudur, onların islahı üçün ilk öncə onların görmədiyi yerdə, Rəbbimizlə tək başa qaldığımız zaman onlar üçün dua etməmizdir. Allahım onları hidayətə yönəlt. Onları haqq yola yönəlt. Onları haqqa haqq kimi görüb haqqa əməl etməyi, batil də batil kimi görüb batildən çəkinməyə nəsib eylə. Öz nurunu onların qəlbinə yerləşdir. Onların qəlbini təmizlə. Və bunun kimi dua etmək ki, onların da hidayətə gəlməsi üçün səbəblərdən olsun. Və evlad şübhə yoxdur ki, ən başda gələnlərdən. Çünki evlad xoşbəxt olduğu zaman valideyn xəstə olsa belə xoşbəxt olur. Amma evlad, Allah qorusun, müsibət olduğu zaman baxırsınız ki, valideyn sağlam olsa belə xəstə olur. Həqiqətən bu, yəni bugünkü gündə gördüyümüz bir şeydir. Baxırsan ki, cavandır, anadır, atadır, cavan, qolu, gücü, hər bir şey sağlamlığı yerindədir.
Amma bütün günü elə bir ki, xəstədən betərindir. Bütün günü fikirdə, dəhddə, xəcalatda, nəyə görə? Evladına görə. Evladı başqa pis şeylərin arzusunə düşdüyünə görə, pis yollara düşdüyünə görə, zina bataqlığıdır və həmçinin içki yuvalarıdır. Bunlara düşdüyünə görə baxırsınız ki, valideyn, ana da, ata bütün gün onların dərdini çəkir. Bu mühüm məsələlərdir. Və sonuncusu odur ki, bu da mühüm məsələlərdəndir, insanın aqibət üçün tələsməməsi. Baxırsan, ata bütün şeyləri edib, salih ana seçir və yaxud da ana da salih ata seçir və həmçinin halal ruzu ilə qidalandırılır və həmçinin salih dost seçilib və həmçinin evlad üçün elə bir ortam yaradılıb ki, uşaq daim haqqı görür və həmçinin ata evlad üçün dua edir və həmçinin onun salih olması üçün nə lazımsa onu da edir və onu gözəl bir şəkildə dəvət edir, amma baxırsan ki, yenə də evlad islah olmur ki, olmur. Bu zaman gərək valideyn ümidini üzməsin. Yəni, pisiyor, mənlə səninki qutardı. Sən öz yoluna, mən öz yoluna. Bu şəkildə yox. Desin ki, bu dəfə olmadı, gələn dəfə inşallah. Bu dəfə islah olmadı, yenə mən onu dəvət edəcəm. Və yenə haqqa çağıracam. Bu dəfə islah olmadı, inşallah gələn dəfə islah olur. Gələn dəfə islah olur və hər dəfə fikir versəz, insan duanı çoxaltır. Və duanın qabul olmadığını gördüyü zaman Rəbbinə biraz da daha çox bağlanır. Ola bilsin ki, evladı səbəbi ilə həmən ki, valideyn Allaha daha çox sarılma, Allahın ipindən daha çox yapışmağa, Allaha daha çox yaxın olmağa səbəb olur. O qədər müsibətlər var ki, subhanallah, insanların hidayətə gəlməsinə səbəb olur. O qədər müsibətlər var ki, insanın imanının çoxalmasına, imanının kamilləşməsinə səbəb olur. Ona görə, əgər bizə bir müsibət gəlirsə, o müsibət səbəbi ilə biz hidayətə daha çox yaxınlaşırıqsa, Allaha daha çox yaxınlaşırıqsa, demək, bu müsibət bizim üçün bir neymətdir. Amma yox, gələn bu müsibət səbəbi ilə biz haqdan uzaqlaşırıqsa, demək, bu günahlarımıza görə gələn, Allah qorusun, bir müsibətdir. Günahlarımıza görə gələn bir bəladır. Bundan Allaha sığınır. Allahdan istəyirik ki, Allah Teala bizi haqq yolu üzərində sabit eyləsin. Allahdan istəyirik ki, Allah Teala bizi, ailəmizi, evladlarımızı haqqı haqq kimi görüb, haqqa əməl etməyi, batillə batil kimi görüb, batildən çəkinməyi nəsib etsin. Allahdan istəyirik ki, Allah Teala bizi, evladlarımızı saf yola düşməkdən və pis dostlarla yoldaşlıq etməkdən, namazı tərk etməkdən və Allahın qoyduğu hədləri pozmaqdan qorusun. Allahdan istəyirik ki, Allah-u Teala bizə ölümdən sonra xeyirli bir həyat nəsib etsin. Allahdan istəyirik ki, Allah-u Teala bizim evladlarımızı salihlərdən etsin. Onların zürriyyətini ta qiyamətə qədər salih olanlardan etsin. Allahdan istəyirik ki, Allah-u Teala ölümdən sonra onların duası ilə bizi qəbir həyatında sevinənlərdən etsin. Amin. Subhanəkallahumma və bihamdik. Nəşhədu ən la illə ənt nəstəğfiruka və nətubu iləyik.